بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین. والصلاة والسلام على سيدنا وسيد المرسلين ابي القاسم محمد اللهم صل على محمد وآل محمد وعلى آله الطاهرين سيما بقية الله في الأراضين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Ötən günlər və məclislərimizdə əziz Peyğəmbərimizin mübarək Ramazan ayının barəsində buyurduğu xutbədən bir qədər oxuduq. Bir neçə cümlə o xutbədən qalmışdı. İnşallah bugünü, sabahı da ömür olsa, qismət olsa bu xutbəni tamamlayaq və öz mübahisəmizi davam etdirək. Həzrət buyurur: Əyyuhənnas, ay cəmaat. Nas xitablarda oxumuşuq ki, bütün insanlaradır. Bütün insanlara xitab edir. Mənliyindən, kimliyindən asılı olmayaraq buyurur: Əyyuhənnas, mən həssənə minkum fi hazəşşəhr xulqəhu. Kim bu ayda, bu mübarək ayda öz əxlaqın düzəldə bilsə, kânə ləhu cəvazən aləs-sirat. Bu insan siratdan rahat keçər. Neçə əməldir ki, səbəb olar insan sirat körpüsündən keçəndə rahat keçə, biri də buradır. Onun ikisi yadımda olan Ramazan ayına aiddir. Biri Ramazan ayında o adam ki əxlaqın düzəldir. İkincisi də Qədir gecəsini səhərə qədər yatmayıb ibadət eləyən insanlara Həzrət buyurdu, Peyğəmbərdən hədisdir ki, onlar sirat körpüsünü rahat keçəcəklər. Və bu hədis və bu kimi hədislərdən biz başa düşürük ki, əxlaq çox mühümdür. Müsəlmançılıqda əxlaqın böyük təsiri var. Bütün işlər o cürdür. Bütün işlər o cürdür. Xüsusilə o insanları ki təbliğ edirlər, reklamçıdırlar. Nəyi reklam edir? Fərqi yoxdur. Sigareti. Nəyi reklam edir? Tozsoranı. Nəyi reklam edir? Kostyumu. Heç fərqi yoxdur.
Onlar hamısı əxlaqdan istifadə edirlər. Əxlaq odur ki, insanın hərəkətləri heç kimi incitməyən. Lakin batil insanlar, batil məqsədlərin əxlaq yolu ilə bilirlər ki, məqsədə çatdıra bilərlər. İslam Peyğəmbəri də İslami öz əxlağı ilə məqsədə çatdırıb. O adamları ki, hər məqamda olsalar, İslami əxlaqsızlığa məna edirlər və belə danışırlar, danışanda belə başa salırlar ki, İslam qılıncın gücü ilə qabağa gedib, onların İslamdan zərrə qədəri xəbərləri yoxdur. Onlar cahil mütləqdirlər. Amma alim yerində oturublar. Alim yerində danışırlar. Onlardan əgər İslamın barəsində 2 dənə sual soruşasan, heç birisini bilməz. Onlar Peyğəmbərin əxlağı idi İslamı qabağa aparıb. Peyğəmbərin əxlağı ilə cəmaat Peyğəmbərin başına yığışıb. Sizin əgər fikrinizdən bu keçirdi ki, Peyğəmbər İslami əxlağı ilə qabağa aparandan sonra siz hücuma keçib onların hamısını öldürəsiz, onlar bir dənə ah da deməyələr və özlərini müdafiə eləməyələr, onu heç vaxt görə bilməyəcəksiniz. Əgər təsəvvür eləyirsiniz ki, müsəlmanlara siz bildigüzü eləyəsiniz, amma müsəlman deyə sülh, aramış, əmniyyət, əxlaq və özünü bu bahanələrlə heç müdafiə eləməyə, onu siz yuxuda da görməyəcəksiniz. Bəli, Peyğəmbər imanı ilə, əxlağı ilə cəmaatı yığdı bir yerə. Amma özünü qılıncı ilə müdafiə elədi. Və bu insanın qərizəsindədir. İnsan yox, hətta heyvanların, sən hansı heyvana hücum gətirirsən, o özünü müdafiə eləmir. Hələ birində baxır sənə, ilan, yumrulanır, özün tollayır sənə. Ki, hiss eləsə ki, sən istəyirsən, ona bir ziyan verəsən. Əgər hiss eləsə ki, sən ona istəyirsən, ziyan vurasan. Pişikə əgər hiss eləsə ki, istəyirsən, ziyan vurasan, əlün atar, üzüdüzar. Buğda əgər hiss eləsə ki, sən onu istəyirsən, ziyan vurasan, Allah onu bir cür yaradıb ki, onun tikanları onu müdafiə edir. Təbiət də belədir, canlı da belədir, insan da o cümlədə. İslam Peyğəmbəri əxlaqla yıxıb bir yerə. Həzrət buyurur, لَوْ يَعْلَمْ الْعَبْدُ مَا فِي حُسْنِ الْخُلْقِ Əgər insanlar bilsələr ki, gözəl əxlaqın nə qədər təsiri var, لَعَلِمَ أَنَّهُ مُحْتَاجٌ Bilər ki, insan ehtiyacı var ən yəkunə fihi xulqun həsən. Bilər ki, insanın gözəl əxlaqa ehtiyacı var. Və o ehtiyac ücubətindən, üzərindən gedər əxlağı tapar. Əli əleyhissalam bir gözəl cümlə buyurur. Buyurur ki, لَوْ كُنَّا لَا نَرْجُو جَنَّةً وَلَا نَخْشَى نَارًا وَلَا ثَوَابًا وَلَا عِقَابًا Əgər biz Allahın cənnətinə də ümidimiz olmasaydı, yəni heç cənnət olmasaydı və əgər biz Allahın cəhənnəmindən də qorxmasaydıq və əgər biz savaba ümidimiz olmasaydı, əgər bizim iqabdan, Allahın əzabından qorxumuz olmasaydı,
لَكَانَ يَنْبَغِي لَنَا أَنْ نَتْلُبَ مَكَارِمَ الْأَخْلَاقِ Cinə də biz əxlaqın arxasıcan getməliydik. Cinə də əxlaq bizə lazım idi. فَإِنَّهَا مِمَّا تَدُلُّ عَلَى سَبِيلِ النَّجَاحِ Çünki o insanı müvəffəqiyyətə çatdırar. Dünya işinə də olsa, insan əxlaqla eləyə bilər, çata bilər. Zorundan, haynan, huyunan, əxlaqsızlığından həqqi də öz həqqini ala bilməz. Batil də batilliyinə çata bilməz. Bu mümkündür. Odur ki, buyurur, bax, əql belədir. Bu, Əli əleyhissalamın ehticacı əqlidir bu. Yəni, əgər şəriət baxımından da baxmasın, yəni, əgər İslamda əxlaq müstəhəb olmasaydı, vacib olmasaydı, yenə də insanın ağlı deyir ki, insanda əxlaq olmalıdır. Amma onlardan əlavə Peyğəmbər buyurur ki, İnnəmə bu'istu li utəmmimə məkariməl əxlaq. Mənim beysətim, mənim məbus olmağım, mənim Peyğəmbərliyə seçilməyim buna görədir ki, mən əxlaqı tamamlayam insaniyyətin, bəşəriyyətin içərisində. Odur ki, özü də o cür idi. Hər kəs Peyğəmbərlə otururdu, dururdu, danışırdı, ayrılmaq istəmirdi ondan. Ayrılmaq istəmirdi. Özdə hamıya o cür idi. Pullu, pulsuz, ağdəri, qaradəri, ərəb dilli, qeyri-ərəb dilli, qoca, cavan, uşaq, böyük, ağa, xanım. Bir adam iflicdir, bir adam şikəstdir, ya bir adam yox, göyçəkdir, mükəmməl bir insandır, bədən cəhətindən. Bax, hər bir insana baxırsan, Peyğəmbər ilə oturur, ayrılmaq istəmir. Heç vaxt istəmirdi ki, ayrılsın. Uşaqlar da hətta. Hətta Peyğəmbərin namazında da uşaqlar gedib boynuna minirdilər. Çün namazın başqa yerdə qılmırdı evdə, odur ki, balaca uşaqlar evində. Məsələn, İmam Həsən ağa balaca idi, İmam Hüseyin ağa balaca idi. Onlar da gedib atlanırdılar, minirdilər boynuna. Peyğəmbər qalxanda götürürdü əli ilə, qoyurdu yerə, qalxırdı, ondan sonra yenə də gedirdi səcdəyə, o yenə də gəlirdi, minirdi. Yəni, bax, uşaq da bilirdi ki, hətta küçədən keçəndə uşaqları görürdü, dayanırdı. Sahabələri də dayanırdı. Deyirdi ki, bir-bir qoy mən bunlarla görüşüm. Görürdü, vaxt azdı, sahabələrə deyirdi ki, siz də bəziləri ilə görüşün ki, gedək burada. Yəni, onlara da etina edirdi. Deyir, oturub Peyğəmbər, sahabələr də oturub, bir nəfər gəldi. Ərəbdir, uzaq yerdən gəlib, fəqir, miskin, kasıb, yoxsul, aclığın gətirib. Baxdı, hani Peyğəmbər dedilər bu da. Dedi, acam, yoxumdur, gəlmişəm, mənə kömək edir. Yazmayıblar nə qədər. Həzrət bir qədər ona kömək elədi. İndi orada imkan nə idi ki, orada oturmuşdular, onu kömək elədi. Baxdı, gördü, elə bil ki, o qane olmadı, az oldu. Həzrət buyurdu ki, mən ehsan elədim sənə. Dedi, yox, ya Resulallah, nə ehsan? Xoşuna gəlmədi. Sən ürəyindən keçən olmadı. Ürəyicən alanmadı. Bu deyəndə yox, sahabələrin acığı gəldi. Durdular, bunun ağzını tutalar, nəmli eləyələr. Ağa bir işiniz olmaz. Sizin nə işiniz var? Hələ sizinlə danışmır, mən deyirəm bunu. Hələ sizinlə danışmır ki, hara qovursan bunu? Ağa dedi ki, dücəl. Durdular, evə tərəf getdilər. Evdən biraz uzaq idilər. İndi day orada da Həzrət nə verdi, onu bilən yoxdur. İndi evdə nə var idi, pul idi, yemək idi, geymək idi, paltar idi, nə idi? Verdi. Razı qaldı. Dedi, Allah sənə ömür versin. Allah ailövə ömür versin.
Allah səni istəyənlərin canını sağ eləsin. Bax, bunlar bu duaları elədi. Ümmətüyü salamət eləsin. Bu cür dua elədi. Razı qaldı. Tamam. İstəyir gedə. Buracan, heç, bunu elə sən də eləyirsən, ola bilsin. Başqası da eləyə bilər. Amma burada Həzrət ona dedi, yox, dayan. Oradakı sən dedin, yox, sahabələri incitdin. Onlar səndən incidi. Onların ürəyində sənə qarşı kinə yarandı. Ədavət yarandı. İndi ki, burada təşəkkür eləyirsən, bu təşəkkürü onlar görmür. Sabahları gələrsən, onların yanında təşəkkür eləyərsən, qoy onlar bilsin ki, sən Peyğəmbərdən razısan. Onlar elə bilərlər, sən razı deyirsən, hardasa sənə bir hörmətsizlik eləyərlər. Buna əxlaq deyərlər. Çünki ümmətin hamısı bununkidir. O da bunun ümmətidir, bu da onun ümmətidir. Bu da Peyğəmbərin ümmətidir. İstəmir ki, sonra bir-birlərinə onlar ədavət, kini. Sabahları Həzrət oturub, kişi gəldi. Oturdu. Həzrət dünənki sualı verdi ona. Dedi ki, mən sənə ehsan elədim, başladı dua elədi. Dedi, ya Rəsulallah, razı qaldım səninlə. Ondan duaların elədi, təşəkkürün elədi, durdu, çıxdı, getdi. Peyğəmbər bir dənə də söz dedi orada. Əvvəlki sözdən gözəl budur. Hələ o kişi getməmiş, hala ya getdi, ya getmədi, bilmirəm. Orada təşəkkürün elədi, getdi, ya elə onun yanında bu sözü dedi, o indi mənim yadımda deyil. Həzrət sahabələrə üzün tutdu, dedi ki, sizinlə mənim məsəlim bilirsiniz kimə oxşuyur? O kişiyə oxşuyur ki, onun dəvəsi qaçıb. Axı, dəvəsi olanlar bilirlər də bunu. Dəvə bəzən görərsən birdən götürüldü, qaçdı. Onun tutmağının forması var. Öz forması ilə olmasa mümkündür. Qaçdıqdan o biraz da qaçacaq. Deyir, o kişiyə oxşuyuram məndən siz ki, onun dəvəsi qaçır. Camaat düşür dəvənin arxasına, qaçırlar ki, dəvəni tutsunlar. Bunlar qaçır, dəvə də qaçır. Bunlar qaçır, dəvə də qaçır. Ondan sonra dəvənin yiyəsi gəlir. Deyir, ay camaat, ondan nə işiniz var? O mənim dəvəm. Onu mən özüm bilərəm. Siz qaydın bir yana, bıraxın onu. Siz qaydın gəlin, bunlar qayıdıb gəlirlər. Ondan sonra dəvənin yiyəsi gəlir, yerdən torpaqları götürür, toplayır bir yerə, yer hazırlayır, ona yaxşı yer düzəldir, dəvə yavaş-yavaş gəlir, oturur öz yerində. Deyir, bax, sizin məsəliniz mənlə o kişinin məsəlinə oxşur dəvəsinə. Əgər sizlicə olsaydı, kişini dünən öldürəcəkdiniz elə. Əgər sizlicə olsaydı, kişini orada didəcəkdiniz, dağıdacaqdınız siz. Gördünüz ki, ona deyərlər Peyğəmbər. O gəlib insanları hidayət eləməyə. O gəlib insanları düzgün yola dəvət eləməyə. Əl-üləma vərəsətul ənbiya. Üləma Peyğəmbərlərin vərəsələridir. Hər bir hidayət eləyən insan məcburdur ki, bax, dilinlə, imanla, əxlaqla, əməlinlə insanları hidayət eləsin. Yoxsa boş-boş söz danışıb, boş-boş söz danışmaqla, hərəkətlərlə mümkün deyil. Peyğəmbərin əxlaqının barəsində 100 məclis, 500 məclis, 1000 məclis danışasan, yenə də qurtarmayacaq. Bir xanımdan süt yiyib Peyğəmbər. Bilirsiniz də kim diyor? Halimə xanım, Halimə Səadiyyə, Bəqidə qəbri var. Allah rəhmət eləsin. Süt verib Peyğəmbərə. Halimə Səadiyyənin uşaqları Peyğəmbər ilə süt bacı qardaşdılar. Halimənin oğlanları Peyğəmbərə qardaşdır, qızları da bacıdır.
Deyir, Həlimənin özünə də çox hörmət eləyirdi. Hər vaxt Həlimə gəlirdi ki, Peyğəmbər onun südünü yiyib, Peyğəmbər dururdu ayağa, ona çağırırdı, əbasını çıxadırdı, salırdı onun altına ehtiram eləsin. Çünki ondan süd yiyib Peyğəmbər. Deyir, günlərin birində gördülər, Peyğəmbərin süd bacısı gəldi Peyğəmbərə qonaq. Peyğəmbər ona yer verdi, halın soruşdu, hörmət elədi, ehtiram elədi. Üzünə baxır, halın soruşur, gülə-gülə danışır. Durdu, getdi. Bir vaxtda gördülər, həmin qızın qardaşı gəldi Peyğəmbərin yanına. Onlar gəlirdilər, gedirdilər də, süd bacı qardaşı idilər. Peyğəmbər ona da, oğlana da ehtiram elədi ki, süd qardaşıdır. Amma qızı can yox. Gördülər, süd bacısına elədiyi ehtiram buna olmadı. Ona çox oldu. Bir nəfər soruşdu, dedi, ya Rəsulallah, bu qardaşındır, o da bacındır. İkisi də süd bacı qardaşıdır sənə. Amma o ehtiram ki, ona oldu, bunda görmədik biz. Həzrət buyurdu ki, axı o, Allaha bundan yaxındır. Onun təqvası bundan çoxdur. Bax, onlara can Peyğəmbər diqqət eləyirdi. Çünki bunun bütün əməli höccətdir. Bunun danışığı höccətdir. Bunun sözü höccətdir. Bunun təsdiqləməsi höccətdir. Bunun təkzib eləməyi höccətdir. Hər biri hərəkəti Peyğəmbərin höccətdir. Həm Peyğəmbər özü, həm də Peyğəmbərin canişini Əli əleyhissalam və 12 imamın 12'si onlar da bu cürdülər. Xırdalıqlara dəqiq idilər onlar. Diqqət eləyirdilər xırda şeylərə. Bir kişidir, oğlu ilə ikisi gəlib Əli əleyhissalamın evinə qonaq. Həzrət durdu, ehtiram elədi, buyurun, yerin yaxşısın, hörmət elədi onlara, çörək verdi, sufra açdı və sufranı açandan sonra qədim rəsm idi. İndi də bəzi yerlərdə rəsmidir. Çörəkdən, yeməkdən qabaq su gətirirlər ki, insan əlin yusun. Müstəhəbbidir. Yeməkdən qabaq əli yuvasan, yeməkdən sonra da əli yuvasan. Onda da belə qaşıqlar, zatlar yox odur ki qaşıqla yer, əlinlə yerdilər də. Əli əleyhissalam durdu, su gətirdi. Bu atabala ki, qonaq gəliblər, tutdu atıya, ata əllərin yudu. Ondan sonra gəldi, oturdu. Oğlu İmam Həsəni çağırdı, dedi, suyu tut, qoy onun oğlu da əllərin yusun. Dedi, ata, nə cəbbə? Dedi, mən istəmədim ki, atanın yanında ata qədər balıya ehtiram olsun. Qoy bilsinlər ki, atanın ehtiramı başqadır. Ona görə də mən suyu tutdum, atası əlin yudi, oğlumu da çağırdım, onun oğlu əllərin yudi. Bilsinlər ki, ata ilə balanın fərqi var. Bax, bu cür xırda şeylərə İslam dəqiq olub və diqqətlə danışır. İndi oturub cəmaat bilmədiyi şeyləri batman danışır. Xalvar danışır. Heç bilmir, hardan gəlib, hara gedir, amma ağzına gələni danışır. Elə bil ki, İslam yiyəsizdir. Peyğəmbər hidayət elədi cəmaatı. Peyğəmbər hidayət elədi insanları. Amma hidayəti əxlaqla, imanla, öz əməlləri ilə. Həzrət özü hədislərində buyurur, Əkməlul müminin imanən əhsənukum əxlaqən. İstəyirsiniz ki, biləsiz kimin imanı çoxdur? Baxın, görün kimin əxlaqı yaxşıdır. Kimin əxlaqı yaxşıdır, onun imanı da çoxdur. İnnəl əbdəllə yəbluğu bi husni xulqih əzimə dərəcatil axirə. İnsan gözəl əxlaqın vasitəsilə qiyamətin günündə çox yüksək dərəcələr qazana bilər. Ondan sonra buyurur ki, və innəhu ləzəiful ibadə. Halbuki ibadəti çox güclüdür bu adamın. Bir var gecəni səhərə qədər namaz qıla. Bir var hər 10 gündə bir dəfə Qur'anı qutara.
Bir var yox, belə ibadət eləmir, vaciblərini yerinə yetirir. Amma əxlaqı ilə o gecəni səhərə qədər ibadət eləyən adamdan çox savab qazanır qiyamətdə. Əxlaqı ilə. Əxlaq hər yerə aparar insanı çıxadar. Hər yerə. Meyidi gətirdilər, qoydular, külüncü də gətiriblər, qazırlar. Qəbir qazırlar. Çətin qazıldı qəbir, yer bərk idi. Həzrət buyurdu Peyğəmbər. Buyurdu ki, təəccüb edirəm, yer niyə çətin qazılır? Halbuki bu insan xoşəxlaq insan idi. Yəni, əgər əxlaq yaxşı olsa, yer də gərək tez qazılsın. Bu ona kinayədir ona. Yəni, əgər əxlaq yaxşı olsa, əxlaq, kəramət, insanda rəhmət, böyüklük, si'ay sədr insanın sinəsi böyük ola, hər bir xırda şeyə, hər bir balaca şeyə, hər bir möminin xətasına, hər bir möminin, nə bilim, səhvinə cavab verməyə, nə bilim, onunla durub mübahisə, hüccət tapar. Bax, buyurur ki, əxlaqla insan gərəkdir, öz balası ilə, öz ailəsi ilə, evə gələndə evdə hamı şad ola ki, ata gəldi. Yoldaşı şad ola ki, yoldaşım gəldi. Da büdür olmaya ki, oturanda evdə deyələr, kişi bir durub çıxmır abi, bir saata qəllən. Ki, bir əqəllən gözümüzü açaq, əqəllən bir nəfəsimizi dərindən dərək, görək dünyada nə var, nə yox. Bax, bu cürdür, buyurur, əxlaqdır ki, insanı həm eləyə bilər, böyük dərəcələrə aparsın. Həzrət buyurur, Peyğəmbər buyurur, mən həssənə xulqəhu, bəlləğəllahu dərəcətəs saimil qaim. O insan ki, çalışır, əxlaqını düzəldir, o insan, Allah onu oruç tutanların savabını verər. Hansı oruç tutanlar? O insanlar ki, günüzü oruç tuturlar, gecəni də səhərə qədər ibadət edirlər. Onların savabını buna mərhəmət eləyər. İnnəllâhə teâlâ lə yu'ti əl-əbdə minəs-səvab ələ husnil xuluq. Allah gözəl əxlaqa savab verir, nə qədər? Kəma yu'ti əl-mücahidə fi səbilillah. O insan ki, Allah yolunda cihad eləyir, onun savabını verir o adama ki, xoş əxlaqdır, əxlağı gözəldir. Buyurur, bax, bunlar hamısı qiyamətin günündə də buyurur, elə ki, əməlləri qoydular tərəziyə, istədilər çəkələr, o qiyamətin çətin itaplarından biri də oradır. Hamının ürəyi tıbbıldır ki, görəsən indi nə olacaq? Əməllər qoyulur tərəziyə. Deyir ki, Peyğəmbər buyurur, əvvəlu ma yuzə fil mizanil əbd yevməl qiyamə husnu xulqi. Birinci əməl ki, gətirib tərəziyə qoyacaqlar, insanın gözəl əxlaqıdır. Əxlaqını qoyacaqlar tərəziyə. Ondan sonra Həzrət buyurur, ma yuzə fi mizan imri'in yevməl qiyamə əfzəl min husnil xulq. Və tərəziyə qoyulan əməllərin içərisində hamısından gözəl əməl əxlaqdır ki, tərəzini ağırcadacaq. Və ma min şeyin əfzəlu əsqəlu fil mizan min husnil xulq. Buyurur, hər şeydən, hər əməldən artıq tərəzini ağırladan insanın xoş əxlaqıdır. Gözəl əxlaqı gətirdilər, qoydular, onda tərəzi ağırlayacaq. Yoxsa mənim kiminlərin namazı ilə tərəzi ağırlanmaz ki. Mənim kiminlərin orucu ilə tərəzi ağırlanmaz. Buyurur, bax, bu bir yoludur ki, o adamlar ki, indidən bilirlər ki, tərəzinin başında dayanacaqlar. Allah xitab elədi Həzrəti Adəmə. Dedi, ya Adəm, sənin çağıracağım, hədisdə var, qiyamətin günündə Allah Adəmi çağıracaq, deyəcək, dayan tərəzinin başında. Bax, balaların əməlləri çəkilir, özün nəzarət elə. O seçkilərdə zətdə adam qoyarlar, sandıqların başında.
ki təsəvvür eləməyin ki, saxtakarlıq oldu, məsələn. Məsələn. Deyir, ya Adəm, qum, dayan burada. Fəndur, tamaşa elə. Bax, balaların əməlləri çəkilir. Ondan İslam Peyğəmbəri gəlir. Deyir ki, ilahi, olar məndə bir xahiş eləyim səndən. Buyur. Əşrəf-i kulli kainat budur da. Bütün peyğəmbərlərin hamısından şərafətli, əfzəl budur. Allah buyurur, yeri buna görə yaratmışam, göğü buna görə yaratmışam, peyğəmbərləri buna görə yaratmışam, cənnəti buna görə yaratmışam, cəhənnəmi buna görə yaratmışam. Bu və əhl-i beyti. Hədislər bu cürdür. Bu, peyğəmbər və əhl-i beyti. Bunlara görə deyir, yaratmışam. İndi əlbəttə ki, bu xahiş eləsə qəbul eləyərlər. Deyir, ilahi, amma mənim ümmətimi icazə ver, mən ona baxım ki, qoy o birisi ümmətlər bilməsin mənim ümmətimin günahların görməsinlər. Mən utanaram, bunlar utanarlar. Ondan sonra Allah onun cavabında nə desə yaxşıdır, icazə verir ya vermir. Allah buyurur ki, mənim peyğəmbərim, İstəyirəm ki, sənin ümməti hətta sən də heç bilməyəsən. Elə bir mən biləm, bir də yaratdığım bəndələr biləm. Allah o gündə, o saatda, o anlarda, o dəqiqələrdə öz rəhmətin, öz mərhəmətin, öz bərəkətin, öz inayətin, öz mehribançılığın, öz məhəbbətin, eşqin ki bəndələrinə var, bizə də nazil eləsin inşallah. Amin. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil ə'zəm, əl-ə'azzil əcəllil əkrəm və bil-Hüseyni ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin. İlahi, dualarımızı müstəcab elə. Amin. İlahi, günahlarımıza qələmi əff çək. Amin. İlahi, ölənlərimizi qəriq rəhmət elə. Amin. Aqibətimizi xətmi bixeyr elə. Amin. İlahi, xəstələrimizə şəfa inayət elə. Amin. İlahi, nəzərdə olan xəstələrə şəfa inayət elə. Amin. Qəbrimizin əvvəl gecəsi nuri vilayəti əmirul müminindən ayrı salma. Amin. Ölən günə kimin ruziyə halal bi minnət mərhəmət elə. Amin. Pərverdigara verdi gün nemətləri əlimizdən alma. Amin. Pərverdigara izzətimizi əlimizdən alma. Amin. İmam-ı zamanımızı bizdən razı elə. Amin. Həzrətin zuhurində tə'cil elə. Amin. Bihaqqi Muhammedin və alih وبحق سورة المباركة الفاتحة مع الصلوات. اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين. إياك بسم الله الرحمن الرحيم.